Məsələlərdən də biri irs məsələsi. Məsələn, fərz eləyək ki, mənim atam rəhmətə getdi və mənə böyük bir miras buraxdı. Küçük, böyük fərq eləmir. Mirasa xums düşməz. Bayaq da qeyd elədiyimiz kimi, mehriyəyə xums düşməz, hədiyyələrə xums düşməz. O şeylər ki, hədiyyə olunub, ümumiyyətlə onlara xums düşmür. Sadəcə olaraq belə bir məsələ var. Əgər mənə elm hasil olsa ki, mənim atam mənə verdiyi mirasda o mirasın vaxtilə xumsunu çıxmayıb, mən o mirası nədir? Tamamilə mənimsəyə bilmərəm. Gərəkdir ki, o miras mənə çatdığı zaman mən o mirasın 5də birini çıxam. Və ondan sonra o miras mənim üçün tamamilə halal olur. Bunu da qeyd eləyək ki, o şəxslər ki, xumslarını çıxmırlar və mayalarını hər il artırırlar, məsələn 5də birini Allahın payını vermirlər ki, Allah bəndəsi üzərində bunu vacib etdi, həmin şəxsin nədir? Sərmayəsi haram olur.